Kəngərlidə ağır yol nəqliyyat hadisəsi baş verib, yeniyetmə ölüb. Hadisə Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hyundai markalı avtomobilin aşması nəticəsində 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afətoğlu ölüb. Digər sərnişinlər 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əlu qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərvizoğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublikası xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Günorta saatlarında xəstəxanamıza 5 nəfər yol nəqliyyat hadisəsi nəticəsində təcili yardım briqadaları tərəfindən çatdırılıbdır. Bu xəstələr ilkin tibbi müayinələrdən keçirilib, hal-hazırda da müayinə və müalicələr davam etdirilir. Xəstələrimiz müvafiq şöbələrə yerləşdirilir, vəziyyətləri isə orta ağırdır. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı isə araşdırma aparılır.